Salam, mən 228 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Bugün sizə Gəncə xanlığı haqqında məlumat verəcəm. Cavad xan Şahbeyli xanlığı Ziyadoğlu Qacar Gəncə xanlığının sonuncu hökmdarı olmuşdur. O, Şahbeyli xan Ziyadoğlu Qacar və arvadı Şəhin Cahan bəyimin arasından doğmuş, 1786-cı ildə isə atasının ölümündən sonra taxta çıxmışdır. Cavad xan xarici siyasətdə fars yönümlü idi. Buna görə də o Tiflisə hücumunda Ağa Məhəmməd xan Qacara kömək etmişdir. Bu isə Kaxeti Yazarı 2-ci İraklinin və Qarabağ hökmdarı İbrahim Xəlil xan qəzəbinə uğramışdır. Bundan sonra 1796-cı ildə Gürcü ordusu İbrahim Xəlil xanı və Avar hökmdarı Ümmə xanın dəstəyi ilə Gəncə qalasını mühasirəyə alır, lakin ala bilməyib. Cavad xanın töhfəsi ilə aldığı əsgərləri azad buraxmaq şərti ilə geri çəkilir. Kaxeti Yazarlığının Rusiya birləşdirilməsindən sonra Qafqaz korpusunun üst komandanlığı Gəncə qalasının tutulmasına prioritet vəzifə hesab edildi. Bundan sonra isə Dmitriy Sisyanov Cavad xanın oğullarından birini Tiflisə göndərməsini təklif edir. Lakin Cavad xan müdafiəyə qalxmağa başlayır. Qaladan 2000 aralıqda Qoriqobu şəhərində Rus qoşunları ilə Cavad xanın qoşunları arasında şiddətli döyüşdən sonra onlar qala qapılarından qovulur. Bundan sonra isə Sisyanovun ultimatına Cavad xan belə cavab verir. Sizin yalnız mənim meyitimin üzərindən keçib Gəncəyə girə bilərsiniz. Gəncə Ruslar tərəfindən zəbt edildikdən sonra şəhəri köhnə adaya çağırmağa davam edənlər 1 rubl pul cəzasına məhkum edilirdilər. Əhalisi 30 min nəfər olan Gəncənin əfsanəvi qorxmaz hökmdarı Cavad xanın üzərinə 80 minlik ordu hücum edir. Bu döyüşdə 10 min Gəncəli həlak olur. Bu döyüşdən bir gün əvvəl Cavad xana Gəncənin tərk edərək Ərdəbilə getməsi və burada şah elan olunması təklif edilir. Yalnız bunu qəbul etmir və Cavad xan son ana qədər öz ordusunun başında dayanır. Cavad xanın hakimiyyəti dövründə Gəncənin bölünməz bir çiçəklənmə dövrü idi. Bu dövrdə Gəncədə sənətkarlar, şairlər və yazıçılar toplaşırdılar. Onlardan biri də Mirzə Səbəb Vazehin atası Kərbəlayı Sadıq idi. Cavad xanı digər hökmdarlardan fərqləndirən əsas cəhəti onun qəsbkara qarşısına boyun əyməməzliyi və sona qədər azadlıq uğrunda vuruşması idi. Gəncə xanlığının işğal olunması. Yekaterina Sisyanov bir neçə dəfə ona təslim olmaq məktubu göndərir. Yalnız bunların heç birini Cavad xan qəbul edəmir və bundan sonra isə Sisyanovun qoşunu iki hissəyə bölünərək bir hissəsi Tiflisə, digər hissəsi isə Gəncə qapılarına hücuma keçirlər.